xoş gördük bir daha 32 sayılı 3-cü Suraxanı 3-cü seçki dairəsindən qeydə alınmış namizədlərin iştirakı ilə dəyərli masamıza başlayırıq və ilk sözü Ağacan Abiyevə verirəm. Sağ olun. Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, hörmətli seçicilərim. Əziz seçicilərimiz, noyabrın 7-sində sizin Milli Məclisin növbəti seçkilərinə dəvət edirəm. Bu seçkilər yüksək, demokratik və şəffaf səviyyədə keçirilməsi üçün siz öz iştirakınızda kömək edə bilərsiniz. Sizi, vətənini, xalqını, müstəqil Azərbaycanını, şöhrətini dünyaya tanıtdıran insanları dəstəkləməyə dəvət edirəm. Azərbaycanın dinamik inkişafına və yüksəlişinə, xalqın firavan gələcəyinə, demokratiyanın çiçəklənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə səs vermək istəyirsinizsə, o zaman yeni Azərbaycan Partiyasının nümayəndələrinə səs verməyə sizi dəvət edirəm. Çünki bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının məramnaməsidir. Və bu məramnamə bugün partiyamızın sədri, Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bugün Azərbaycan dinamik olaraq inkişaf edir və bu yaxında Azərbaycan büdcəsini təsdiq edərkən biz onu gördük. Azərbaycanın bütün demək olar həm təhsilinə, həm səhiyyəsinə ayrılan büdcə, maliyyə vəsaitləri keçən ilkinə nisbətən yenə də artmışdır. Biz əgər götürüb belə baxanda ki, bu dünyanı bu dəqiqə maliyyə, iqtisadi böhran bürüyüb. Lakin Azərbaycan büdcəsinin, Azərbaycanın dövlət büdcəsində bu il maliyyə balansı müsbətdir və getdikcə artır. Bu deməkdir ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, davamlı sürətlə, böyük sürətlə inkişaf edir. Azərbaycan hər barədə bu dəqiqə dünyanın demək olar ən böyük ölkələrinə nümunə kimi göstərilə bilər və biz arzu edirik ki, siz bu siyasətin davamını gözləyirsinizsə, xahiş edirəm bizlərə, yəni Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəsiniz. Fikrət Cəfərov. Axşamınız xeyir, hörmətli həmvətənlər. Mən Cəfərov Fikrət Novruzoğlu, 1968-ci ildə anadan olmuşam, ixtisasca tarixçi, hüquqşünasam. Mənim namizədliyimi 32 saylı Suraxanı 3-cü seçki dairəsindən Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən rəy sürmüşəm. Hörmətli seçicilər, mən sizi ilk növbədə 7 noyabr seçkiləri ilə bağlı keçiləcək parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm. Təbrik etmək istəyirəm ki, ona görə ki, siz 2005-ci ildən indiyə kimi deputatınız olmuş şəxsi heç vaxt görmədiyiniz halda dairədə, ərazidə, yaşayış sahələrinizdə 2010-cu ildə sizə o şərait yaradılıb ki, heç olmasa televiziya ekranından görə biləsiniz. Bunun üçün mən sizə bir sual vermək istəyirəm. Siz doğrudanmı bu cür insanların yenidən sizin etimadınızı qazanıb, Milli Məclisdə əyləşməsinin tərəfdarısınız? Ya yoxsa sizi təmsil edə biləcək, sizin qayğılarınızla yaşaya biləcək şəxsə etimad göstərmənizini? Bunun üçün siz seçim etməlisiniz. Mən indi bizim kollegalara qulaq astım və mənə belə bir söz deyilir ki, mən kəndə gəlməmişəm, seçicilərlə görüşməmişəm. Siz hardan bilirsiniz? Mən sizinlə görüşməmişəm, onu düz deyirsiniz. Amma mən sizi tanımıram. Amma siz yağı məni tanıyırsınız, istəsəydiniz görüşərdiniz. Mənim həm işlədiyim yerə, həm Suraxanıda tez-tez olan görüşlərdə görüşürəm və mən sizə Əmrəzanda olacaq bu görüşdə çağıraram o 3-4 nəfər ki, hansına ki, siz deyirsiniz ki, kömək eləmişsən, eləməmişsən. Onlar sizə deyirlər, necə kömək eləmişəm. Hətta Milli Məclisə gəliblər, Milli Məclisdə görüşmüşük onlarla. Elə maddi cəhətdən tutaq ki, belə bu barədə kömək eləmişik. Amma mən sizə bir dənə söz deyim ki, bu heç vaxtı bilməyən şeyi deməyin. Siz, mən özünüzdən soruşmasın, siz haçan olmuşsunuz Yeni Suraxanıda?
Çünki Yeni Suraxanıda çox böyük klubun qabağında yol çəkildi. Dəmir yolundan qəbirstanlığa qədər yol çəkildi. Kim elədi bunu? Ya xəbərimiz yoxdur. Çünki özünüz siz olmursunuz Yeni Suraxanda. Mənə deyirsiniz. Əmirəcanda da mən çox oluram. Yeni Suraxanda da bir-birə də ki, mənim yaşadığım qəsəbədir. Mənim evimə də gəlirlər, işimə də gəlirlər və mən də cəmaatla görüşürəm. Bu gün də görüşmüşəm. Yəni, siz nahaq yerə belə deyirsiniz, çünki bilmədiyinizi deməyin. Ağacan abi, bizim üçün ayrılmış vaxt bitdi. Fikrət Cəfərov. Hörmətli Yeni Suraxanlılar, Əmircanlılar, Bülbüləlilər. Çox təəssüf ki, vaxtımız azdır, maneələr çoxdur bizim üçün. Ona görə belə deyək, ola bilsin ki, bu 23 gündə hər məhəlləyə vaxt etibarilə çatdıra bilməsək də, gələ bilməsək də, amma biz çalışacaq ki, hər bir adamla fərdi qaydada görüşək. Amma təəssüflər olsun ki, mən Ağacan müəllimin bu fikrinə münasibət bildirməli olacam burada. Hörmətli Ağacan müəllim, biz Əmircanlılarla, Bülbüləllərlə, Yeni Suraxanlılarla görüşmüşük bu imza toplama kampaniyasında da və bu seçki kampaniyası başladığı bu ikinci gündə də. Biz özümüzdən heç nə demirik. Onlar axtarırlar sizi, günüz gün orta çağ, necə deyirlər, o çıraqla da tapa bilmirlər. Deyirlər, onlar bizə deyirlər ki, hörmətli, çox hörmət elədiklərimiz, şəxsiyyət olaraq sizin, bəli, Azərbaycan idmanında xidmətləriniz olub. Amma deputat kimi siz o insanları 5 ildə bir dəfə də gedib sormamışsınız, aramamışsınız ki, nə baş verir orada, imkanlı, imkansız ailələr üçün nə yardımlar etmək olar. Elementar onlar sizdən bir şey umublar. İnsani dəyər deyirlər ki, xeyir, şər məsələsi var bizim müsəlmançılıqda. Ölüsünün yerinə getməyibsiz, xeyrinə getməyibsiz, belə deyər. Bunu bizə deyirlər. Mənim demirəm bunu Əmircanlılar, Bülbüləllər, Suraxanlılar deyiblər bizə. Biz bunu hardan bilə bilərdik? Hörmətli seçicilər, təəssüflər olsun ki, bizim ayrılmış bu 4 dəqiqədə başqa məsələlərdən danışmaq istirdik. Bu söz gəlişi necə deyərlər, bu məsələlərdə toxunmalı olduq. Bizdə istənilən sahələrdə problemlər var, bəli. Problemlərdən nədənsə bizim hörmətli, belə deyək, yapıcı dostlarımız qorxurlar. Demək istəmirlər. Əslində problemlərin üstünə getmək lazımdır. Onları həll etmək lazımdır. Və bu günləri istənilən sahəni götürək. Tibbi, elmi, digər sahələri. Hansını bir balaca araşdırırsan, görürsən ki, problem var. Məsələn, bizdə pulsuz tibbi xidmət var da, xəstəxanalar var. Siz hansı biriniz getmişsiniz ki, hansısa bir xəstəxanaya, orada sizə pulsuz yardım göstəriblər, pulsuz həkimlər hansısa nəyisə baxıblar. Bu mümkün deyil. Hörmətli Suraxanı sakinləri, Əmircanlılar, Bülbüləlilər. Mən bilirəm ki, siz əhlibeyt insanlarısınız. Siz heç vaxt haqqını haqqa verməyəcəksiniz. Mən əminəm ki, siz 7 noyabr seçkilərində təkcə səs verməklə yox, həmin günü fəallıq göstərəcəksiniz və bizə etimad göstərəcəksiniz. Mən tam sizə söz verirəm ki, əgər siz mənə etimad göstərsəniz, məni 5 ildə axtarmayacaqsınız. Mən 5 ildə sizi axtaracam. Bunu tam əmin ola bilərsiniz. Son saniyələr gedir. Mən sizi ayın 27-sində Əmircanda Mədəniyyət evində saat 3-də görüşə dəvət edirəm və xahiş edirəm ki, bütünlüklə, kütləvilik halda təşkil edib o görüşdə bizi dinləyin. Xahiş edirəm sözümüzü orada çatdıracaq sizə.